Hörmətli izləyicilər, hər vaxtınız xeyir olsun. Bu günləri Xırdalan şəhərində, Xırdalanda Aytaç Şaldıq Sarayına yaxın, 119 marşruta yaxın 2 otaqlı Leningradın çəkilişinə gəlmişik. Çəkilişimizi Radno 2 otaqda, hörmətli izləyicilər, çəkilişimizi eləyirik dəhlizdən. Giriş qapısıdır, operator göstər. Polu dubovu paraketləndi. Dəhlizdən hardan başlayaq? Dəhlizdən gəl qonaq otağına. Bax, qonaq otağında bir otaq, bax bu otağıdır, qonaq otağıdır. Evin içində qalacaq mətbəxi və kombisi. 3-ə düzəlib, 2-dən 3-ədir. Dəhlizdən düz, bax belə bir yataq otağıdır. 2 balkonludur, hörmətli izləyicilər. Skvaznoydur. Arxaya da var balkonu, qabağa da var. Getdik bizim sanitar qovşağını. Ayrı-ayrılığında ayaq yolsudur. Hamam otağıdır, jakuzzisidir. Gəldik mətbəxə. Mətbəx belə bir otaq kimi, detski kimi belə bir düzəlib. Mətbəxdə də baba televizoru, kamera sistemi zadı. 5-in 1-ci mərtəbəsidir, hündürdədir. Aşağı da evdir. Demək olar 2-ci mərtəbə gedir. Balkonda var belə bir mətbəxi. Görürsən belə bir mətbəxi. Operator çək. Uzun belə mətbəx. Pəncərənin raşotkalarınacan hər bir şey var. Wi-Fi, kupçası 57 kvadratdır, hörmətli izləyicilər. Kupçada 57-dir. Deməli, 5-in 1-ci mərtəbəsi, hündür, bilataj, kupça 50, kvadrat 57 kvadratdır, hörmətli izləyicilər. Diqqətlə qulaq asın. Çox gözəl evdir. 2 otaqdır. 2 balkonludur. Qiyməti 110.000 manata deyilir. Orada yaxşı endirim edəcəm inşallah. Kim alsa Allah xeyir versin. Sağ olun, var olun.